Dekabrın 23-də Bakıda keçirilən rəqəmsal mühitdə uşaqların müdafiəsi, müasir alətlər və beynəlxalq əməkdaşlıq mövzusunda konfrans çərçivəsində bir sıra önəmli görüşlər və tədbirlər baş tutub. Konfrans iştirakçıları Heydər Əliyev mərkəzini ziyarət ediblər. Tədbir zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ilə İran nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikası prezidentinin qızı Zəhra Pəzəşkiyan arasında iki tərəfli görüş keçirilib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Ziyarət çərçivəsində qonaqlar tərəfindən Leyla Əliyevaya xatirə hədiyyəsi təqdim olunub. Eyni zamanda Leyla Əliyeva da nümayəndə heyətinə hədiyyələr təqdim edib. Konfrans iştirakçıları daha sonra Heydər Əliyev mərkəzində nümayiş etdirilən Mənim dənizlərim, mənim okeanlarım sərgisi ilə tanış olublar. Tədbir çərçivəsində keçirilən görüş və ziyarət beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli qiymətləndirilib.